Salam, hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Mən Azərbaycan Respublikası Könüllü İctimai Nəzarət və İctimai Birliyinin Ucar rayon təşkilatının sədri Məmmədov İlkin. Bugün may ayının 23-cü 2026-cı il mən hal-hazırda Ucar rayonu Gələbəli kəndində yeni yaşayış masivindəyəm. Vətəndaşlar bizə müraciət ediblər buradakı problemlə bağlı. Problem bundan ibarətdir ki, vətəndaşlar xahiş edirlər ki, həmin gördüyünüz bu ərazidə olan kanalların təmizlənməyindən ötürü aidiyyatı üzrə qurumlar tərəfindən köməklik göstərilsin. Deməli, ərazi yerləşir Ucar rayonu Bayraq meydanının sağ tərəfi və Şəhid Elçin İsmailov küçəsinin sol tərəfi. Oranı göstərsə zəhmət olmasa. Deməli, həmin bu ərazilərdə kanalların qazılması çoxdandır həyata keçirilmir. Və burada bir problem yaranıb ki, deməli, keçən il, yəni 2025-ci ildə güclü yağıntılar zamanı rayonun bir neçə küçəsində su basmalar baş vermişdi və həmin vaxtı, deməli, Şəhid Elçin İsmailov küçəsində ora bənd vurublar ki, həmin buradan kanal, yəni üzü şəhər tərəfə yox, üzü bu tərəfə axsın. İndi həmin bu ərazidə, deməli, oranı göstər zəhmət olmasa, deməli, həmin bu ərazidə bu kanal tərəfə dönən tərəf suyu axır, amma üzü Elçin İsmailov tərəfi, yəni bəndə doğru gedəndə isə həmin ərazidə su durğun vəziyyətdə qalmışdır. Bu da orada kanalizasiyada, kanalda pis qoxuların yaranmasına səbəb olur. Sakinlər bununla bağlı şikayət edirlər ki, küçədən, iydən qoxudan keçmək olmur və həmin gördüyünüz yaşıl örtüyün təmizlənməsi təmin olunmalıdır. Ona görə ki, deməli, kanalda su yaxşı axmır. Vətəndaşlar ona görə xahiş edirlər ki, aidiyyatı üzrə qurumlar bundan ötürü sakinlərə köməklik göstərsinlər. Mən Ucar rayon Su Meliorasiya Sistemləri İdarəsinin rəhbərliyinə xahiş edirəm ki, deməli, həmin bu ərazidə, yəni burada usun pu şəklində ərazi, yəni kanalların qazılması təmin olunmalıdır. Mən bundan ötürü xahiş edirəm Ucar Su Meliorasiya Sistemləri İdarəsinin rəhbərliyinə ki, həmin bu ərazidə işlər görsünlər və öncədən təşəkkür edirəm, çünki deməli, biz bütün problemləri ictimailəşdirmirik. Bəzi problemlər var ki, biz ictimailəşdirmədən deməli, aidiyyatı üzrə qurumlara müraciətlər edirik və həmin o qurumlar da ki, sağ olsunlar, bizim sözümüzü eşidirlər. Çünki biz Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin deməli, siyasətinə dəstək olaraq onun ətrafında cəmləşmişik, könüllü şəkildə ictimai nəzarəti həyata keçiririk və həmin qurumlar da bizi yaxşı başa düşürlər ki, biz sadəcə olaraq şəffaf, könüllü, təmənnasız xidmətlər aparırıq. Həmin bu qurumlardan, bu idarədən biri də Ucar Su Meliorasiya Sistemləri İdarəsidir ki, bizim hər zaman çağırışlarımıza cavab verirlər, bizim müraciətlərimizə cavab verirlər və ümid edirik ki, bizim bu müraciətimizə də, bizim bu çağırışımıza da cavab verəcəklər. Çox sağ olun, hər birinizə təşəkkür edirəm.